Xarı bülbüldür bax. Bizim dədə-baba torpağımızda Bülbülə bax, bülbül vidindədir, fikir ver. şəhidlərimiz Allah rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Bu bizim dədə-baba torpaqlarımızda xarı bülbül deyilən güldür. Baxmışam bağlara, bax 3 dənədir baba, 3 dənə. Torpaqlarımız vaxtlar deyim ki, sevinir, gəlir. Ordumuz işğaldan azad elədi, şəhidlərimizin sayəsində, qazilərimizin. İndi torpaq sevinir. Xarı bülbüldür. Hər bir şeyimiz sevinir ki, bu insan. Bizim ata-baba torpaqlarımız bu şərəfsizlər işğal eləmişdir, işğaldan azad elədik. Şükür bugünkü günə. Amlet qardaşım. İnşallah Allah şəhidlərimizə rəhmət eləsin, Amin. məkanları cənnət eləsin. Buralar gördüyünüz yer Xocavəndin Tağbel qəsəbəsi, bazar. Aşağı qırmızı bazarda, hə. Bəli. Tağbel Şəhidlərimizin qəsəbəsi. sayəsində, veteranlarımızın, qazilərimizin, onların qəhrəmanlığı sayəsində torpaqlarımız, dədə-baba torpaqlarımız, əzəli torpaqlarımız işğaldan azad Özümüzə elədi. qayıtdı yəni. İşğaldan Biz azad. gəlmişik öz yerimizə, öz baba torpaqlarımıza. Biz hər zaman deydik ki, biz gələcəyik, burada yaşayacağıq, burada qrup yaradacağıq. İnşallah da Allah deyən olsun, Allah Proses gedir, yaradırıq da. Allah qardaşımızın da canı cəmaatımız sağ yerimiz eləsin. obamıza dəyməsin. Mən də istəyirəm ki, bütün Xocavəndlilər gəlsin, yerləşsin bu gözəl cənnət İnşallah, məkanlarda. inşallah. Burada qrup yaradağıq. Çünki bizi gözləyir, sahiblərin gözləyir. Gəlsin. İnşallah dövlətimizin sayəsində Allah prezidentimizə can sağlığı versin. Burada gözəl işlər gedir. İnşallah bərpa işləri də burada Allahın köməyi ilə başlayıb da yəqin ki, qısa müddətdə, qısa vaxtda cəmaatımız, elimiz, obamız Qırmızı Bazara, Tağbel qəsəbəsinə və digər kəndlərə köç eləyəcəklər. Burada bizə hər zaman dəstək olduğuna görə təşəkkürümüzü bildiririk. Cənab Prezidentin Xüsusi nümayəndə. Salahattin nümayəndəsi Ağdam, Füzuli, Xocavənd rayonu üzrə və o köməkçisi Elnar müəllim demək olar ki, həftədə 2 dəfə, 3 dəfə telefon əlaqəsi saxlayır ki, buradakı təsərrüfatımızın vəziyyəti ilə. Allah can sağlığı versin onlara da. Amin. Biz də qazi olaraq öz dədə-baba torpaqlarımızda öz işimizlə məşğul olmalıyıq, qrup yaratmalıyıq. Bəli, çiçəkləndirməliyik. Bəli, buralar cənnət olmalıdır və indən sonra da millətimizə, dövlətimizə xidmət eləməliyik. Öz ələyimizlə, zəhmətimizlə. İnşallah, Allah razı olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah sənin qardaşlara rəhmət eləsin. Sağ ol Şəhid qardaş. qardaşımız, Allah razı olsun səndən. Fuad qardaşımız. Çox sağ ol, sən Allah qardaşdan Ölənlərimizə əksik Allah eləməsin. rəhmət eləsin. Şəhid ailələrinə qayğı göstərirsən, göstərdin. İnşallah da Əlindən gələndə eləyirsən, vətənpərvər. çox işlər Xocavənd görəcəyik, balası. çox işlər Hə. Kifət müəllim. Görəcək işlər, görüləsi işlər çox olacaq. Onu da qeyd edelim ki, şəhid ailələrlə bərabər. Şəhid ailələrinə qayğı cəmiyyətinin Respublikanın Xocavənd rayon sədridir. Burada da təsərrüfat da yaradıb. İlk gələnlərdəndir. Bura Qırmızı Bazar Tağbel qəsəbəsidir. Deməli bura Qırmızı Bazar, Xankəndi yolu, bu da Zəfər yolu, yəni avtoban, yeni çəkilən yol buradan keçir. Belə Şuşa bu istiqamətdədir, yaxındadır. Burada da hər cür meyvə, gözəl təbiət, bulaq. Gəlsin inşallah millətimiz burada yaşayaq, yaradaq. İnşallah. Ata-baba torpaqlarımızı çiçəkləndirək.